uşaqları görəndə hər bir yaşlı insan yaxud da ki ata, ana, valideyn sevinir. Çünkü uşaqlar bizim sevincimizdir. Uşaqlar bizim həyatımızın mənasıdır. Uşaqlar bizim gələcəyimizdir. Uşaqlar bizim həyatımızı şənləndirən, həyatımızı bəzəyən, həyatımızı gözəlləndirən bizim doğma evlatlarımızdır. Hər bir insan üçün uşaqdan istəkli dünyada bir şey ola bilməz. Mən də həyatımda daim uşaqları sevmişəm. Öz